bütün mömin qardaşlarımla biz orada belə olub ki, təsadüf halda görüşmüşük. Yəni onlar məhkəməyə gedəndə biz etap gedirdik. Onlarla görüşmüşük, həm Hacı Abigüllə, həm də ki Hacı Möhsüngillə, Hacı Fərhamizgillə, ondan sonra rəhmətli Hacı Vaqifgillə bir yerdə namaz qılmışıq biz orada və həmən söhbəti də mən məhkəmədə uşaqlara dedim ki, bir Allah şahiddir ki, mən elə bildim ki, elə Kərbəlada namaz qıldım. Yəni doğrudan da çox ehtiram ilə, ixlas ilə, xalislıq ilə. Yəni bunlar eşq aşiqləridirlər. Yəni bizim də burada moizə yeri deyil, amma sadəcə olaraq biz 3 cür müharibə var. Müharibənin biri insan düşmənlə müharibə aparır, biri öz nəfsi ilə müharibə aparır, birisi də əqllə nəfsin arasında, eşqin arasında olan müharibədir. Yəni bunlar elm ilə eşqin arasında olan müharibədir ki, bu eşq bütün elmə və bütün demək olar ki, sair, yəni ki, məhəbbətə qalib gəlməkliklə sübut eləyir ki, yəni eşqidən qiymətli Allahın yanında heç bir nemət ola bilməz. Onlar da aşiqanə dururlar, orada namaz qılırlar, mən onlara iqtida elədim. O ki, qaldı Hacı Abigülün barəsində mən bayaq dərz elədim burada. Hacı Abigülün barəsində mən gələndə, yəni bir əskər qardaşlarımız mənimlə birlikdə idilər, yəni Stalipində və onlar dedilər ki, mən də sübh namazında durdum, dəstəmaz alanda dedilər ki, Hacı əmi, siz nə ilə tutulmusunuz? Dedim, sizcə mən nə ilə tutula bilərəm? Dedi, yəqin ki, hicabla bağlı. Dedim, bəli. Dedilər ki, bəs Hacı Abigülü tanıyırsınız? Dedim, niyə tanımıram? Bizim qardaşımızdır, mümin, mücahid. Onlar mənə danışdılar ki, onların məhkəməsində dedilər ki, ona 12 il, 11 il iş verəndə, dedi, sizi and verəm Allaha, mənim 12 imamım var. Hər imama xatir, heç olmasa bir il mən orada yatmağa hazıram. Və mən sonra da Hacı Abigülü bir dəfə orada görə bildim və onları da təkrar elədi ki, bəli, Hacı düzdür, mən yəni özüm deyə bilmirəm, o mənim qəlbimdən keçən bir sözdür. Heç vaxtda azadlığımı istəməmişəm və mən din yolunda, İslam yolunda həmişə bu cür olmuşam, olacam da tək ki bizi Allah Teala İmam Hüseyin karvanına mindirsin. Yəni bu Hacı Abigülün şəxsən öz sözüdür. Mən o sözləri ki, hamısı deyilib, Hacı Abigüllə və o qardaşlarımızın hamısının tam sözləridirlər. Və biz onları dəstəkləyirik, onların da azadlığını tələb edirik və onların nəinki azadlığını tələb edirik və inşallah da onların da azad olunması müqabilində biz də belə bir bayram keçirdək və onların ziyarətində olaq. Onlar bizim mənəviyyat yolunda zəhmət çəkən, əziyyət çəkən, qanı ilə, canı ilə, balaları ilə, əhli əyalı ilə bu yolda bu günləri çalışırlar. Baxın, doğrudan da İmam Hüseyin əleyhissalam bizə nəyi öyrədib? İmam Hüseyin əleyhissalam Kərbəlada bunu öyrətdi ki, övlad məhəbbəti və dünya məhəbbətin demək olar ki, kənara qoyun. İnnə əmvalakum və ovladakum fitnətun fil həyatid dünya. Quran buyurur ki, sizin malı sərvətiniz və sizin övladlarınız bir dənə imtihandır. İmtihandan başqa bir şey deyil. Yəni bu imtihan necə ola bilər? Həzrəti Əba Əbdillah İmam Hüseyin əleyhissalam həmən imtihandan keçir, həm övladının məhəbbətin, həm də ki, dünya malı sərvətinin məhəbbətin hamısını kənara qoymaqlıq ilə ilahi eşqi yolun davam edir. Orada məşhur bir şeiri var. Buyurur ki, tərəqtul xalqa turran fi həvaka. Barilaha, sənin bir eşq məhəbbəti və xatir mən bütün bu məxluqatı tərk elədim. Və əytəmtul əyalə likəy əraka. Və səni görməklik üçün, yəni ki, öz əhli əyalımı ona görə yetim elədim ki, bundan ayrı yolla səni necə görə bilərdim? وَلَوْ قَحْتَغَتَنِ فِي الْحُبِّ إِرْبَا. Əgər məni sənin eşq məhəbbətin yolunda qətrə-qətrə edələr və ma hənnəl fuadu ilə səvaka. Yenə də mənim qəlbimdə sənin eşq məhəbbətindən ayrı məhəbbət ola bilməz. Bu bizim Kərbəla şəhidləri, yəni şəhidlərin şəhidi Əba Əbdillah İmam Hüseyin əleyhissalamın mübarək kəlamıdır və o kəlam da bu günlərdə yaşayır, sabah da yaşayacaq, qiyamətə qədər də yaşayacaq. Çünki İmam Hüseyin əleyhissalam zahirən dünyadan gedib, amma İmam Hüseynin hədəfi də var, o yaşayır. İnnə Quran-ı Kərim buyurur ki, və la təhsəbənnəl-ləzīnə qutulu fi səbilillahi əmvata bəl ihyaun ində rabbihim yurzaqun. Onlar ki, Allah yolunda şəhid olublar, onlar ölü deyirlər, siz onları ölü hesab eləməyin, onlar diridirlər və Allah yanında həmişə ruzulanırlar. Biz bu günləri əyani olaraq görürük, doğrudan da İmam Hüseyin əleyhissalamın karivanı həmişə gedib,
gedəcək və bu yol heç vaxt sönən deyil. İnnə Hüseynə misbahul huda və səfinətün nəzat. Həqiqətən İmam Hüseyn hidayət çırağıdır və nicat gəmisi. Yəni bunun mənası budur ki, hər şəxs istəsə hidayət tapsın, hər şəxs istəsə bu dünyanın nəfsi həvasından, bu dünyanın zülmündən, bu dünyadan xilas olmalığı üçün yeganə yol İmam Hüseynin gəmisinə savar olmalıdır. O gəmi də zahiri bizim düşündüyümüz gəmi deyil. Yəni o məktəbdir. Həmən məktəbdən də başqa heç bir əlat, heç bir yolda yoxdur. Mən bunları gördüm, onlarda və onlara doğrudan da mən yəni yaşca böyük də olsam, onlar mənim ideyaca çox böyük qardaşlarımdır. Hamısına da təşəkkür edirəm.